avtomobillər özünə əla aparır. Mən birinci dəfədir ki, belə bir səfərə çıxmışam, off-road səfərinə. Deməli ki, bu həvəskarlardır bu insanlar. Yəni ki, mənim çox xoşuma gəlir. İnşallah gələcəkdə imkan olsa, mən də özümə bir belə yolsuzluq avtomobili, qeyri-adi yolsuzluq avtomobili əldə edərəm və belə yerlərə mən deyərdim ki, həm istirahətdir, həm də bir əlavə bir adrenalin verir adama. Əladır. Mən sevinirəm. Avtomobillər batmağa başlayır. İndi bu Toyota Land Cruiser'ə qoşqunu qoşurlar, dartıcı, libyotka deyirlər buna. Görək, qalxacaq yoxsa yox. Fikirləşirlər ki, hansı avtomobilin biri geçsin qabağda, o birisini dartsın. Batır qalır da, birinci maşını batır. Mən sevinirəm. Yoxsa gəl, qalxa parçasından hamısını qalxdılar, keçdilər. Düzdür, ağır idi. Və indi görək, avtomobil neydi? Görək, bunlar bacaracaqlar yoxsa yox. Gedək. İkinci avtomobil də batdı. İkisi qalıb çapalaya çıxa bilmirlər. Görək də görək. Tərifləyirdilər, biz belə, biz elə. Amma axırda batdılar. Amma onu da deyim ki, bura ağıllı adam gəlməz. Bu maşın indi öz-özünü çıxardacaq yuxarıya. Hə. Burada fiksasiya edəcək, bax, bu yerləri qaldıracaq. Təzdən trosu qaldıracaq yuxarı. Orada bir təzdən ağaca bağlayacaq və yuxarıya kimi qalxacaq. Onu bağlayandan sonra bu öz trosunu salacaq aşağı. Digər maşının öz trosunu bərkiləcək buna. Hə, qaldıracaq. İstifadə edib qalxacaq yuxarı. Görək, inşallah görək. Deyirəm, bəlkə maşını özümüzdə artıq yuxarı belə. Hə. Bax, bu eyni zamanda trosdur, həm də ki, Rusya dilində karazaketlə strapa. Bunu ondan ötürü istifadə edilir ki, trosun, metalik tros ağacın ətrafındakı kara, Azərbaycanca dərini soymasın və ağacın qabığını qapmasın və ağacı bununla da məhv eləməyir. Deməli, qoşqu, bu birinci Land Cruiser qoşulub ağaca, tros vasitəsilə dartır öz-özünü. Və bu Chevrolet isə qoşublar bu avtomobilə, Land Cruiserə. Müəyyən yerdə bu dayanır, bu da öz çəkisini dartsın ki, bunun vəziyyətində gəlsin olsun. Bunun üçün qoşqu ağaca birləşir və Chevrolet üçün qoşqu həmin Land Cruiserdir. Baxın, oradan birləşib indi. Oradansa elə təmzimləyirlər ki, o trosu yığanda bir-birinin üstə yığılıb ilişməsin. Sadəcə qatarla hərəkəti sağa yaxud sola. Yavaş-yavaş tros yığılır və dolaşmır, ilişmir. Amma inandırım, o arxada gələn avtomobil hər bir manədən rahat keçər məhəlləgir. Bu bizim avtomobildir, düzdür. Ona bax, gör nə eləyir. Dumanlı havadır. Dartıcı qırıldı. İndi görək, avtomobilin nömrəsini açsınlar.
Görək bunu düzəltmək mümkündür, yoxsa yox. Yoxsa belə ilişib qalacaq, məqsədimizə çata bilməyəcək. Bu hündürlükləri qalxa bilməyəcək. Axırıncı hündürlükdür. Bundan sonra çox. Bilin ki, o hündürlük qalxandan sonra demək olar ki, belən topşığın ötəsindən bu Allroad həvəskarları gəldi. Bu hündürlüyü biz qalxa bilmədik. Balaca bir məsafə idi, onu qalxmalıdır. Axırıncı hündürlük idi. Dartıcı qurğularımız sındı. Və inşallah gələcəyə qalxarıq. Yəni ki, növbəti verilişlərimizə izləyin.